ve bu günü adlandırırlar. 1 Aprel aldatma günü. Hansı ki deyirlər ki, bugün aldatma günüdür. Subhanallah, təəssüf edirik ki, bəzi müsəlmanlar, bəzi möminlər də kafirlərin qoyduğu bu sünnəyə düçar olublar, düşüblər. Görürsən ki, onlar da bunu tətbiq edirlər. 1 Aprel adam aldatma günü. Allah subhanahu və teala'ya sığınırıq. Bu cür rəzillikdən, yalan danışmaqdan, bu cür alçalmaqdan Allah subhanahu və teala'ya sığınırıq. Allah subhanahu və teala özündən qorxmağı əmr etdikdən sonra deyir ki, Ya eyyuhəl-ləzīnə əmənuttəqullahə və qulu qavlən sədidə. Ey iman gətirənlər, Allahdan qorxun və doğru söz söyləyin. Yalan danışmayın. Adam aldatma günü deyə bir şey yoxdur. Bu kafirlərin sünnəsidir və bizə Muhammed sallallahu aleyhi və səlləmin sünnəsindən yapışmaq əmr olunub.